Müəllimlər üçün tətbiq istifadəyə verilib. Yəni təhsil müəssisələrində jurnallar və uşaqların qiymət cədvəli təkcə rəqəmsal məktəb platformasında aparılmır. Sinif jurnalları rəqəmsal formatda artıq mobil tətbiqdə də müəllimlər üçün istifadəyə verilib. Bu platforma üzərindən qeyd edilən təhsil müəssisələri kağız jurnalların əvəzlənməsi elektron jurnal platforması üzərindən həyata keçirilir. Və bu dövr ərzində artıq platforma üzrə müəllim və direktorların qeydiyyatı 100% təşkil edir. Valideyn qeydiyyatı isə 70%-in üzərindədir. Dövrlər ərzində müxtəlif platforma üzrə funksionallıqlar əlavə edilir ki, bunlardan birisi də son həftələrdə elan etdiyimiz mobil tətbiqin istifadəyə verilməsidir. Əsas məqsəd ondan ibarətdir ki, müəllimlərin vaxtının düzgün optimallaşdırılmasıdır. Hazırda müəllim tətbiqi rəqəmsal məktəb layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb. Rəqəmsal məktəb platformasının müəllimlərə əlçatanlığının təmin olunması üçün mobil tətbiq yaradılıb. Belə ki, istənilən yerdən, istənilən zaman bu tətbiq vasitəsilə müəllimlər öz elektron kabinetinə daxil ola bilirlər. Həm iOS, həm də Android platformaları üzərində müəllim sözünü yazmaqla bu tətbiqi yükləmək mümkündür. Bəs tətbiqin pedaqoji heyət üçün üstünlükləri nələrdən ibarətdir? Formativ və summativ qiymətləndirmələrin bu əsas proseslər ki var, onları kompüter bağlılığı olmadan öz mobil tətbiqimizdən istifadə edərək rahatlıqla orada qeydlərimizi apara bilirik. Bu tətbiqin başqa əsas vacib xüsusiyyətlərindən biri də odur ki, tətbiqdə biz müəllimlər öz həftəlik və aylıq dərs cədvəlimizi oradan mütəmadi izləyə bilirik. İstər məktəbdə, istər də ki, evdə mobil tətbiqimizdən istifadə edərək vaxta qənaət edirik və anındaca həmən qiymətləri orada qeyd edə bilirik. Bu jurnalların səmərəli şəkildə operativ yazılması üçün məktəbimizdə də hər bir şərait təmin olunmuşdur. Sinif otaqlarında da kompüterlər yerləşdirilmişdir. Amma bundan əlavə artıq Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə müəllim mobil tətbiqi istifadəyə verilir və bu tətbiq kifayət qədər operativ və səmərəli şəkildə işləməyimizə kömək eləyir. Bizim daha da vaxtımıza qənaət etməyə, məlumatları tez emal etməyə, şagirdlərin qiymətlərini, davamiyyətini, qeydiyyatını sürətli şəkildə etməyə imkan verir. Yaxın zamanda rəqəmsal məktəb platformasında mütəhsil müəssisələri haqqında qiymətləndirmə də açıq olacaq. Bu isə valideynlər üçün nəzərdə tutulub. Yəni valideynlər platformada təhsil müəssisəsi haqqında rəylər yaza biləcəklər. Nigar Babayeva, Emin Tağıyev, Telesər.